Bu gün Ocaq rayındayım. Ocaq rayına gəlmişik. Hala şehrin ama oğlunun mövlududur. Mövluduna gəlmişik, ananın yanına gəlmişik, evə gəlmişik. Bu gün özünə bir fəxri qururla qardaşımızın mövluduna gəlmək, anaların yanında olmağa, ananın yanında olmağa bir qürur edir. Nə xoş mənim halıma ki, belə gözəl bir analarım, hamısını tanırım. Hamısı mənim öz doğum anamdır, ana görmüşəm, ana bilirəm. Ona görə də bugün ana, sənin yanında olmaq bizim üçün bir qürurdur. Bugün Qara qardaşımızın mövlududur, cənnətdən mövludu mübarək olsun. Allah sənə səbr versin. Qara qardaşımızın timsalında burada bütün anaları hamısına deyirəm ki, övladlarımızın cənnətdən mübarək olsun. Cənnətdə yerləri gözəl mübarək, gözəl nur içində olsun. Allah sizə səbr versin. Bugün mən yenə özümə fəxr bilərək, qürur bilərək, Şəhid Gizir Polad Əliyevlə, Qara qardaşımızın şəklini çıxardıb, Qara qardaşımızın evimizə, anıya, ailəsinə gətirmişəm təqdim edəndə. Qaranın timsalında Allah bütün şəhidlərimizin hamısına rəhmət etsin. Bunlar şad olsun. Bugün Qara kimi qardaşlarımızı tanımaq, onların evlərinə gəlmək, ziyarət eləmək, onların yanında olmaq bizim üçün böyük bir qürurdur, fəxrdir. Mən özümə bir qürur, bir gözəl neymət, bir gözəl iman edir ki, sizin huzurunuza gəldim. Mənim üçün, yenə deyirəm ki, Məşhədi Kərbəla Hacı sizin kimi anaların ziyarətgahı ayaqlarıdır. Sizin kimi anaların ziyarətgahına gəlmək, sizin kimi anaların huzurunda olmaq mənim üçün böyük bir qürurdur. Bugün Allahın mövludu mübarək olsun deyirəm ona. Cənnətə mövludu mübarək olsun. Allah onu şad eləsin, Allah sizə səbr versin. Allah balalarına, yoldaşına, sənə, atıya səbrin ən gözəl neymətini versin. Sizin kimi gözəl aləni tanımaq, sizin kimi gözəl alənin huzurunda olmaq mənim üçün böyük bir qürur fəxridir. Bu gün də mən Şəhid Gizir Polad Əliyevlə Qara qardaşımız şəklini sizə təqdim edirəm. Ruhu şad olsun. İki qardaş ikisi də bir yerdə cənnətdədirlər. Allah onların ruhlarını şad eləsin sizə. Səbr versin deyirik. Çox sağ olun. Allah köməyiniz olsun, Allah razı olsun. Bugün mənim oğlumun mövlududur. Cənnətdəki mövlududur. Çox xoş gəlmişsiniz hanımız. Sən də oğlum, çox xoş gəlmişsən. Allah səndən razı olsun, Allah köməyin olsun. Allah sizin də qardaşınızın məkanını cənnət eləsin. Oğlumun timsalında bütün şəhidlərin Allah məkanını cənnət eləsin. Allah məqamlarını uca eləsin. Biz analar bugün, yəni balalarımız bilirik ki, uca məqamdadır. Onların məqamları çox ucadır. Bizim balalarımız vətən uğrunda, namussuz uğrunda, qeyrət uğrunda şəhid olubdur. Biz bir dənə balamızın öz üçün darıxırıq. Öz üçün darıxırıq. Amma biz anaları fəxr edirik ki, bizim balalarımız uca məqamdadır. Məkanları cənnət olsun. Vətənin uğrunda, namusumuz, qeyrətimiz uğrunda şəhid olubdur. Allah sizi kimi oğulları da var eləsin. Şəhidə qiymət verən bütün oğullardan, Azərbaycan evlatlarından Allah razı olsun. Allah köməyiniz olsun. Çox sağ olun. Çox xoş gəlmişsiniz. Böyükdür, qürurdur sizin kimi yenə dedim, anaların huzuruna gəlmək. Bəzi anaların hamısını çoxdan neçədir tanıyıram, bəzilərini indi tanıdım. Mənim üçün böyük şərəf, qüruru oldu. Allah sizləri var eləsin, Allah sizin balalarınıza dəyməsin qalanlara. Allah balalarınızın bir daha deyim, yeni cənnətdə ruhu şad eləsin deyirəm. Allah sizləri var eləsin. Çox sağ olun. Allah razı olsun.